Deməli, biz müharibə uşaqları olmuşuq, müharibə gəncləri deyim. Demək ki, bir zamanlar kitablardan oxuduğumuz, filmlərdən baxdığımız müharibənin içərisində olduğumuzu heç ağlımızın ucundan belə gətirə bilməzdik. Yəni ki, bu da taleyin bir qisməti deyək. Bəzən deyirlər ki, mən bunu bizim hərəkətimizi qəhrəmanlıq saymıram, sadəcə vətəndaşlıq borcu sayıram. Bəzən deyirlər ki, qəhrəmanlıq üçün müəyyən bir məqamı gözləmək lazım deyil. Ani bir vaxtda düşünmədən, fikirləşmədən elədiyin bir hərəkətlə də sən o yerdə olduğunu və gərəkən bir işi gördüyünü sübut edə bilərsən. O zaman da müharibə bu cür idi. Yəni ki, birdən-birə yaranmışdı, torpağımız düşmən hücumuna məruz qalmışdı. Biz də bir jurnalist olaraq haqq səsimizi qaldırmalıydıq, təbii ki. O yüzden mən könüllü olaraq getdim müharibəyə. Müharibəyə deyəndə reportaj götürməyə, jurnalist kimi getdim. Təbii ki, ata-anamdan xəbərsiz. Redaktorumuz qoymurdu. Mən o zaman Avtomobil Nəqliyyatı Nazirliyinin qəzetində işləyirdim, magistralda. Redaktorumuz heç razı deyildi. Mən dedim ki, avtonəqliyyat müəssisəsi var Şuşada, gedib ondan yazacağım. 88-ci il idi, təzə-təzə hadisələr başlayırdı və mən Şuşaya getdim. Sakit idi o vaxt, amma belə bir söhbətlər var. Topxanada bir ağac kəsilmişdi, biz meydanlardaydıq, gecə-gündüz orada qalırdıq. Getdim və bir dənə yazı yazdım. Şuşanın dağları başı dumanlı. Mahnıdan götürdüm, amma ona caladım ki, əsər lövhəsini. İndi Şuşanın həqiqətən də dağlarının başı dumanlıdır, düşmən nəfəsi altındadır. Ondan sonra bu mütəmadi getdi. Demirdim anama, bildirmirdim, amma canım, imanım oradaydı. Gəlirdim, materialı verirdim qəzetə, çap olunurdu. Çap olunar olunmaz bir də qayıdırdım. Arada boşluqda, xəstəxanalarda, hospitallarda olurduq. Orada yaralanan uşaqların siyasi gəlirdi. Mobil telefonlar yox idi, bizə xəbər verirdilər. Biz də olub ki, bir gecə mən 5 dənə xəstəxanada olmuşam. Həqiqətən deyirəm, vicdanım haqqı. 5 xəstəxanaya getmişəm. Yasamal bazarından kağız selofan kulyoklar vardı onda, sarı. Ona meyvə zad alıb gedirdim. Heç bilmirdim o uşaq orada sağdır, yoxsa nədir. Yəni ki, əli boş getmək istəmir. Gecə saat 1-də, 2-də evə gəlib çıxırdıq. Nüanslar çoxdur, hadisələr çoxdur. Mahiyyətini nəyə gətirmək istəyirəm? Yəni, istəyərək getdik. Ata-anamızdan xəbərsiz getdik. Ora gedəndə özümüzü rahat hiss elədik. Uşaqların yanında olanda, döyüşçülərin yanında. Elə bil ki, bir romanlıq, bəlkə də 5 romanlıq xatirəm var onlarla bağlı. Girov dəyişmə səhnəsindən tutmuş, yəni Gövşadlı, Füzuli rayonunun Gövşadlı kəndi yaxınlığında bəlkə də mən yeganə jurnalist idim ki, Xocalı girovlarının dəyişilmə səhnəsində oldum orada. Oranın prokuroru vardı, Yusif Ağayev, Füzuli Milli Təhlükəsizlik Nazirliyinin Füzuli rayon şöbəsinin müdürü Fəxrəddin Həşimov vardı. Bir də polis rəisindən oğlan vardı. O adını unutmuşam, kitabımda var o vaxtda. Onlarla bir yerdə Alyanlı dəstəsinin, kəşfiyyat dəstəsinin komandiri Səməd Alyanlı biz getmişdik dəyişməyə. Orada bir dənə qoca kişini oğlu kürəyində gətirmişdi. Bu tərəfə çatan kimi kişi beylədi, nəfəsinizə qurban olun. Nəfəsinizə qurban olun, bu sözü dedi. Sonra da komandirə döndü ki, eşitmişəm ailəmi gətirmişsən, yoldaşımı, qızımı, o bir oğlum qalıb, axı qurbanın olun, belə. O zaman mən yazmışdım ki, yəni dövlət səviyyəsində görüləcək, həll olunacaq hadisələrin ayrı-ayrı insanların çiyninə düşdüyü bir zaman idi. Yəni orada insanlar, burada dövlətin də başı qarışıq idi. Müharibə görməmişdik, nizami ordumuz yox idi, könüllülərdən ibarət idi. Yerindən duran o nifrətlə gedirdi düşmənin üstünə. Təcrübəsi yox idi, silahla davranışı yox idi. Biz jurnalist kimi yazırdıq, orada müxtəlif təbəqələrdən uşaqlar vardı, amma ruh vardı. Müharibə ruhu vardı, döyüşkənlik ruhu vardı. Yəni məğlub olmaq, məğlubiyyətlə barışmamaq ruhu vardı. Yəni tamam başqa bir ab-hava idi. Hətta mən yazımın birində yazmışdım ki, biz artıq divarlara Qarabağ bizimdir yazan insanlar deyilik. Biz Qarabağı əməllərimizlə, gücümüzlə özümüzküləşdirən bir insanlarıq. Yəni mənim o vaxtki yazılarımın hamısının axırı elə müsbət sonluqlarla qutarıb. Qubadlıdan, Füzulidən, Zəngilandan, Ağdamdan, yəni ki, rayon var ki, mən orada 12 dəfə olmuşam, rayon var 8 dəfə olmuşam. Hamısından belə yazırdım. Təəssüf ki, mən o
ruh yüksəkliyi ilə yazdığım yazılar, o ruh yüksəkliyi indi yoxdur. Yəni mənim ümidlərim və arzuladığım kimi alınmadı, amma bugün bilirəm ki, o yazıları mən yazmışam, qələbə yazısını da mən yazacağam. Ona görə ki, o yazıların altındakı tarix erməniyə onun üzünə şapalaq kimi vurur ki, 1992-ci ilin avqustun məsələn 27-sində mən Qubadlının Əyin kəndini gəzmişəm, Zor kəndinə enmişəm, Zəngilanda olmuşam, Füzulinin Qacarında olmuşam, Ağdamın Şellisində olmuşam, Qazaxının Barxudarlısında olmuşam, sonra Gədəbeydə olmuşam, Tovuzda olmuşam. Yəni o tarixlər ki yazılıb, bugün onu heç bir kəs, o tarixdə o yazının içində də 20-30 uşağın adını yazmışam ki, oranı müdafiə edən, Kəlbəcərin özündə, İssusda, Dikyurtda, yəni onlar böyük bir mövzunun söhbətidir, amma qəlbən rahat idik. Hətta bir dəfə Kəlbəcərdən bizim Qarabağ qəzetinin müxbirləri gəlmişdi. Orada əskərlər mənə salam göndərmişlər. Demişlər, hərbiçi bacımız gəlib bura, ona salam deyin. Televizorda vermişlər. Anam xəbər tutub Bakıya gəlmişdi. Dedi, sən bizdən gizli müharibəyə gedirsən. O zaman anama dedim ki, mən jurnalistəm. Mən onların gördüklərini yazmalıyam, ruhu yüksəkliyi yaratmalıyam. Əgər belə, onda belədir. Bilirəm, gedəcəksən, amma yaxana zəhər qoy. Yaxana zəhər qoy. Anam bunu mənə demişdi. Təbii ki, mən zəhər qoyub getməmişdim. Amma anam bilirdi ki, əsir düşmək təhlükəm ola bilər. O yaşlı qadın idi, oxumuş qadın deyildi. Çox olub elə hadisələr. Yəni ki, çox belə kövrəldici hadisələr olub. Sahib Qarayevin qucağında can verməsi.